Pənah Hüseynovu hazırlayıblarmış və onlar məni Etibar Məmmədovun müdafiəçisi kimi, yəni onu təklif etmişdim ki, baş nazir olsun. Yəqin ki, bu da bir onlara imkan verdi ki, məni vəzifədən kənarlaşdırmaq üçün bu da öz rolunu oynadı. Və ondan sonra dediyim kimi o təlim baxışı video kasetə çəkildi, sonra Elçi bəyin iş otağında ona baxılıb və onlar belə qərara gəlmişlər ki, məni işdən kənarlaşdırmaqdan ötəri. O vaxtı bir həftə mi 10 gün keçmişdi, yanvar ayının axırları idi. Nurəddin Sadıqov başda olmaqla 64 nəfər Müdafiə Nazirliyinin işçiləri Gəncəyə təşrif buyurdular. Və onlar ora gələndə mən onları necə lazımdır qarşıladım, hörmətlə, izzətlə. Nə məqsədlə gəldiklərini soruşanda onlar mənə dedilər ki, şəxsən Nurəddin Sadıqov yəqin ki, mənim dediklərimi təsdiq edəcək. O dedi ki, Elçi bəy göstəriş verib ki, Seyfəlidə olan qoşunların hamısı döyüş bölgəsinə çıxarılmalıdır və hücuma keçib yaşayış məntəqələrini, heç olmasa bir neçə yaşayış məntəqələri boşaldılmalıdır. Və mən həmin vaxtda Nurəddin Sadıqova dedim ki, siz də hərbiçisiniz. Yəqin ki, bilirsiniz ki, həmən 92-ci ildə də qış çox sərt idi, soyuq qışlar keçirdi. Dedim, bilirsiniz, bu soyuqda, bu qışda qar dizdəndir. Nə cür dağlarda hücum təşkil eləmək olar. İstər istəməz biz həmin qoşunları döyüş bölgəsinə çıxartsaq, onlar orada soyuqdan donacaqlar, heç bir də uğurlu əməliyyatlarımız alınmayacaq. Və o, mənim dediklərimi təsdiq etdi və dedi ki, Ali Baş Komandanın əmridir, bu əmr yerinə yetirilməlidir. Mən ona çox xahiş etdim, dedim, siz də bir daha Elçi bəyə deyin. Mən özüm də demişdim, ancaq Elçi bəy demişdi ki, o əmirdir, mən Ali Baş Komandanam və əmr yerinə yetirilməlidir. Mən düz o vaxtda bilmirdim ki, onların məqsədi nə olmuşdu. Ancaq sonra demək olar ki, bir neçə gündən sonra onların fikirləri mənə aydın oldu. Mənə dedilər ki, siz qoşunu döyüş bölgəsinə hücum əməliyyatlarını keçirmək üçün göndərməsəniz, onların dedikləri, yəni onlar belə qənaətə gəlmişdilər ki, güya mən qoşunu hazırlamışam dövlət çevriliş etməkdən ötəri. Mən Qurana and içirəm ki, mənim belə bir fikrim olmamışdı. Fikir ancaq o qoşunu hazırlamaqda erməni işğalçılarına qarşı olub, ancaq məqsədi olub, başqa bir məqsədimiz olmur. Və mən məcburiyyət qarşısında qaldım, həmən əmri yerinə yetirdim. Seyfəlidə olan hərbi hissələri döyüş bölgəsinə hücum əməliyyatları keçirilməsi üçün göndərilməsinə əmr verdim. Və döyüşlərim də, döyüş iki istiqamətdə o vaxtı başladı. Ağdam, Əskəran, Ağdara, Vəng istiqamətində, yəni Xankəndi istiqamətində Ağdaradan hücumlar başlamışdı. O vaxtı da ki, xüsusi Elçi bəyin tapşırığı ilə həmən qüvvələr döyüş bölgəsində dağıdılmalı idi. O istiqamətdə də iş aparılmışdı. O vaxtda hücum əməliyyatları alınmadı. Həm qışı nəzərə alaq, həm də indi istintaq materiallarından da aydın olur ki, həmən devirdə xüsusi idarənin Ağdara istiqamətindən gündəlik verdiyi məlumatlardan belə görsənir ki, həmən istiqamətdə hücumların pozulmağı barəsində lazımı kimi işlər görülüb və orada özbaşınaçılıq nə vəziyyətdə olub. Yəni, orada heç bir devlət tərəfindən, iqtidar tərəfindən heç bir, yəni iqtidarın döyüş bölgəsinə göndərdiyi qüvvələr tərəfindən heç bir köməkliklər göstərilməmişdi və
özümün pozulmağı məqsədi ilə lazımı onlar tərəfindən işlər görülmüşdür. Və özüm pozulandan sonra mən Qarabağ üzrə 2-ci korpusun komandanı idim. Özüm pozulandan sonra mən əmr verdim. Ağdərə istiqamətindən bir hərbi hissənin çıxarılması, başqa hərbi hissələr orada dağıdılmışdı. Və əmr verdim ki, onlar dislokasiya yerinə qayıtsınlar və hazırlaşsınlar növbəti hücumə. Həmən devirdə də fərarilik etmiş əskərləri evlərdən çağırtdırıb gətirsinlər hərbi hissələrə ki, gəlsinlər onlar növbəti tapşırığı gözləmək üçün. Növbəti tapşırıq ondan ibarət idi ki, yəqin ki, mənə eşidirlər, o vaxt hamısı da bilirdi ki, mən oradan hərbi hissəni çıxartdım və o dağılmış hərbi hissələri də 143-cü hərbi hissəni də çıxartmışdım ki, Ağdam briqadasını dəyişəm, Ağdam briqadasını həmən qüvvələrlə əvəz edəm, Ağdam briqadasında olan batalyonları, hərbi hissələri seyfəliyə çıxardam, onlara lazımı təlimlər keçirilsin, lazımı silah və sursatla təmin ediləndən sonra öz qabaqki müdafiə mövqelərini tərkib götürsünlər. Məqsəd bu olub və mən o vaxt özümün pozulmağıyla əlaqədar Elçi bəyə də, Müdafiə Nazirliyinə də mənim müraciətim olmuşdu ki, hücum nəyə görə pozulub, mən xahiş edirəm, komissiya təşkil edib göndərəsiniz həmin döyüş bölgəsinə və onlar tərəfindən, komissiya tərəfindən arayış yazılsın ki, o hücumlar Ağdərə, Ağdam istiqamətində hücum nə ilə əlaqədar pozulub. Komandanın sırf öz səlahiyyəti daxilindədir. Nə cür istəyir, o cürdə əmri verə bilər. Hücum vaxtı, hücuma göndərilən qoşun olub. Gedib, hücum pozulubsa da həmən qoşun dislokasiya yerinə qayıdıb, növbəti hücuma hazırlaşmalı idi. Və əgər mən o vaxtı Ağdərə briqadasından bir dənə əskərin geri çəkilməsinə əmr vermişəmsə, mən günahkaram. Onların Ağdərə briqadasına heç bir dəxli olmuyor. Ancaq hücum üçün göndərilən qoşunlar olub. Hücum baş tutmuyub, hücum pozulur, kim tərəfindən pozulub. Yəqin ki, onu indi də istintaq materiallarında var. Ya indi, ya gələcəkdə yəqin ki, bütün o məsələlərə aydınlıq gələcək. Xalqımız da doğru, düzgün o işləri biləcək. Ayın 9-u idi, fevral ayının. Xalq cəbhəsi məni düşman çıxartdı, bəyanat verdi ki, mən xəyanət etmişəm. Və mən demək olar ki, ayın 9-unda Elçi bəy Gəncəyə təşrif buyurmuşdur. Gəncəyə məni dəvət elədilər və mənə dedi ki, siz işdən kənarlaşırsınız, gözlüyüm mənim Bakıya qayıdan kimi fərmanı verəcək. Ondan sonra da əmirlərim gəldi, məni kənarlaşdırdılar və mən həmən korpusda yerləşən, yəni o vaxtda korpus hərbi hissədə yerləşirdi. O hərbi hissəni də ruslardan mən mühasirəyə alıb götürmüşdüm həməni hərbi hissəni də. O vaxt hərbi hissədən silah və sursatın təhvil verilməsi barəsində, yəni o akt yazılmalı idi komissiya tərəfindən ki, orada olan texnikadır, silahdır, sursatdır, yəni düzdür, yəni səhvdir, mən o aktı gözləyirdim, yəni təhvil təslim aktını gözləyirdim ki, onu təhvil verəm ki, səhərsi gün yazmasınlar ki, buradan nəsə bir texnika əksikliyə, silah əksikliyə, sursat əksikliyə. Bununla əlaqədar mən o hərbi hissədə oturub, komissiyada orada skladlarda yoxlama aparırdılar. Mən də istər-istəməz, yəqin ki, vəzifədə olanlar, ya ümumiyyətlə hərbidə olanlar vəzifəli şəxsdir. Mənim öhdəmdə olan o skladlar idi, texnika idi, mən hərbi hissədə yerləşəm, mən onları təhvil verməliydim. Və mən orada ancaq o məqsədlə də hərbi hissədə oturmuşdum və gözləyirdim ki, komissiya öz işini qutarsın və mənə təhvil təslim aktını təqdim etsinlər. O vaxtda mənim yerimə Ağayev Rafiqi təyin elədilər və mənim yəqin ki, kasetlərim var, kasetlər də evdən müsadirə edilib götürülür. Həmən kasetlərdə, video lentdə yazı var ki, mən korpusu bayrağını həmən yeni təyin olunmuş komandir korpusa vermişəm və bütün orada olan əskərlərə mən çıxış edib demişəm ki,
hamınız bir nəfər kimi əskəri zabitli Rafiq Ağayevin əmrlərini və tapşırıqlarını yerinə yetirəcəksiniz. Mən işdən kənarlaşmışam, ondan əlaqədar da məndən asılı nə iş var idi, mən onu vaxtında görmüşdüm. Ancaq orada skladların təhvil verilməsini gözləyirdim ki, aktın bir nüsxəsini versinlər mənə ki, mən çıxım gedim, öz işimlə məşğul olum. Və o vaxtı məni dəvət etdilər, Elçi bəy yenə məni dəvət etdi Bakıya, mən gəldim Bakıya. Elçi bəylə saat yarım bizim söhbətimiz oldu. Elçi bəyin özü də dedi ki, bəyanətli veriblər, düzgün etməyiblər. Və mən orada izah elədim ki, mən bu qədər əziyyət çəkmişəm, məni kim adam heç vaxt vətənə xəyanət edə bilməz. Siz onu da yaxşı bilirsiniz, nəyə görə belə bəyanət verilir. Mən xahiş edirəm, o bəyanət geri oxunsun. Söhbətimiz belə olub, yəqin ki, Elçi bəy də mənim bu sözlərimi təsdiq edəcək. Elçi bəy mənə dedi ki, mən tapşıracağım Pənah Hüseynova, o bəyanətlə məşğul olsun, bəyanət geri oxunacaq. Mən söz verirəm sizə. Və şirkət yaradıldı, mənə şirkətin yun şirkəti yaradıldı. Dedi ki, yun şirkəti yaradacaq, sizi də prezident təyin ediliyor. Mən düzü dedim ki, nə lazımdır? Yun birlikdir. Bunu şirkət etməyin nə faydası var? Dedilər, yox da, indi bu həmi bəyanətlə əlaqədar ki, məsələyə son qoyulsun. Mən bəli. Mən o vaxtı səhərsi gözlədim. Pənah Hüseynov məni dəvət etdi. Mən onun qəbulunda oldum. Mənə maraqlı o idi ki, onlar verdikləri bəyanəti geri götürsünlər. Çünki onların haqqı yox idi o bəyanəti verməyə. Mən onlara özlərinə də dedim ki, sizin haqqınız yoxdur. O bəyanəti nə cür veribsiniz, elə də geri götürün. Onlar mənim bu sözlərimi təsdiqlədilər, dedilər, biz onu geri götürəcəyik. Ancaq səhərsi gün Pənah Hüseynovun yanına mən gəldim. Pənah Hüseynovun yanında bizim söhbətimiz oldu. O dedi ki, o bəyanəti geri götürmək belədir. Biz onsuz da bu fərmanı veririk, sizi prezident təyin edirik. Bəyanəti də sonra, bir-iki gündən sonra bəyanətin düzgün olmaması barəsində növbəti bir bəyanət verirlər. Mən öz etirazımı bildirdim ki, mənə maraqlı deyil, siz məni prezident təyin edirsiniz şirkətə, ya nə edirsiniz? Onu saxlayın, mənim onun marağındadır deyəm, məni maraqlandıran bir bəyanətdir ki, o bəyanəti necə veribsiniz, elə də geri götürün. O mənə dedi ki, gedin siz, sabah görüşərik, mən bu işi yenə bir məsləhətləşim bəylə, ondan sonra mən sabahları görüşərik, mən sizə deyəcəm. Mən prezident aparatından çıxdım. Yasamalda qohumlarım yaşayırdı, onlara gedəndə gördüm ki, binanın ətrafı mühasirəyə alınıb və mən orada dayanmadım, oradan keçdim və getdim Gəncəyə. Getdim Gəncəyə, hərbi hissəyə. Sizə görə mühasirəyə alınmışdı? Bəli, mənə əmr vermişlər ki, mən orada tutulmalıydım. Mənə sonra məlum oldu ki, evə basqın ediblər. Bir saatdan sonra evə basqın ediblər, orada mənim sürücüm olub, orada yaşayan adam olub, tutub onları həbs edib gətirmişlər hansısa şöbəyə. O vaxtı mən Gəncədən bütün məsələləri bildim və Elçi bəylə telefon əlaqəsi yaratdım. Elçi bəy mənə dedi ki, bəy, siz haradan danışırsınız? Dedim, Bayıl türməsindən danışıram Elçi bəy. Bəs nə cür? Dedim, bəs mən gəldim, siz mənə dediniz ki, mən kişi kimi söz verirəm, siz o bəyanət geri oxunacaq, nə bilim, nə olacaq, ancaq siz öz dediyiniz sözlərin üstündə durmadığınız prezidentə yaraşmayan bir hərəkətdir. Prezident sözünü deyirsə, onu yerinə yetirməlidir. Ancaq siz dediyiniz sözləri yerinə yetirmədiniz. O dedi ki, mənim xəbərim yoxdur bu işdən, bu İskəndər Həmidov öz başınaçılıq edib. Sizi həbs etmək o istəyib, mən istəməmişim. Dedim, o istəyib, kim istəyib? İskəndər Həmidov da siz prezidentsiniz, sizin nazirinizdir, sizin öz adamınızdır.
məni həbs etmək istəyirdisə də elə məni prezident aparatında həbs edərdiniz və mən bura tək gəlmişdim. Nə bir silahlı adamla, nə bir məni bir müşahidə edən silahlı adamlarla gəlməmişdim. Mən sizə inanıb tək gəlmişdim, ora siz də məni həbs etmək istəyirdiniz. O mənə dedi, bu nəsə bir anlaşılmazlıqdır, narahat olmayın, mən göstəriş verəcəm, sizin sürücünüzü də buraxsınlar, qohumunuzu da buraxsınlar. Nəysə, bu məsələdən sonra Pənah Hüseynov bir neçə dəfə gəldi ora ki, bəy bəs o vaxtı düz eləməyib, yıxdılar hamısını İskəndərin üstünə ki, İskəndər Həmidovun öz başınaçılığı olub, belə olub, belə olub. Nəysə, çox gəldi, getdi. Mən də ancaq o bəyanatı gözləyirdim və Hərbisə dayanmağım, yəni öz iş otağımda olmağım onunla irəli gəlirdi ki, mən orada təhvil təslim aktını gözləyirdim ki, məndən doğru, düzgün, orada nə vardısa da onu düzgün olanı qəbul etsinlər və mənə onun bir nüsxəsini versinlər ki, səhərsi gün orada nəsə mənim ayağıma yazmasınlar ki, texnikanı çıxardıb, ya əsik gəlib, ya silah uğurlayıblar, ya neymişlər. Yəni, məqsəd ancaq onunla olub. Ondan sonra da ki, Kəlbəcər məsələsi getdi. Mən Kəlbəcərə dair də öz fikrimi... Yanınıza gəlib təhvil alanlar olmadı? Orada təhvil təslim gedirdi və mən də gözləyirdim o təhvil təslimi o vaxtı. Nəticəsi olmadı? Nəticəsi belə oldu ki, həmən məsələdən sonra, yəni təhvil təslim gedə-gedə bir ay yarım, 2 aydan sonra Kəlbəcərə hücum ermənilər tərəfindən hücuma keçmişdi Kəlbəcər istiqamətində və o vaxtı ermənilər Kəlbəcəri və Kəlbəcər rayonunun özü və Kəlbəcər rayonuna tabi olan kəndləri işğal edib, Ömər dağını götürüb Toğana istiqamətinə enmişdilər. O vaxtı Dadaş Rızayev idi Müdafiə Naziri. Dadaş Rızayev gəldi, mən onda hərbi hissədə idim. Gəldi, məndən xahiş etdi ki, bəs vəziyyət belədir, bugün sabah ermənilər Gəncəyə girəcək, Gəncə təhlükə qarşısındadır, kömək etmək lazım. Dedim, Gəncə təhlükə qarşısındadır, Gəncəyə erməni girə bilməz, lazım olsa biz o istiqamətdə iş aparacağıq. Deyin, görüm, siz nə deyirsiniz, mən eşidim, bilim. Dedi ki, bəs Ömər dağı götürülüb, Ömər dağını geri qaytarmaq lazımdır, yoxsa strateji yüksəklikdir, istər-istəməz ermənilər hündürlükdə biz çökəkdə, onlar əlverişli vəziyyətdədirlər. Onunla əlaqədar məndən xahiş etdi ki, hərbi hissə əmr verəcəm, hərbi hissə yaransın. Hərbi hissədə siz xahiş edirəm, köməklik edəsiniz ki, könüllülər dəvət olunsun, təcili bu hərbi hissə yaranmalıdır. Mən dedim, mənim gözüm üstə, mən məsələyə əl qoydum və razılığımı bildirdim və o vaxtı mən bütün rayonlara sımariş göndərdim ki, adamlarımı göndərdim ki, gedin, o keçmiş döyüşçüləri dəvət edin ki, gəlsinlər, Ömər dağını götürmək lazımdır, ermənilər Gəncə istiqamətində hücuma hazırlaşırlar, onların qarşısı alınmalıdır, yoxsa gəlib Gəncəyə çıxacaqlar onlar o vaxt. Və o vaxtı 709-cu hərbi hissənin əmri Dadaş Rızayev tərəfindən verildi. O vaxtı Pənah Hüseynov da, o birisi də o vaxtı Kəlbəcərdə idilər. Yəqin ki, video netlərdə də var ki, Nəzir oradan çıxır əhalinin bir yerdə. O vaxtı həmən hərbi hissə yaradıldı. 3 günə də Ömər dağı ermənilərdən təmizləndi və mən o briqadaya komandir Dadaş Rızayevə özünə mən dedim, kim istəyirsiniz, həmən adamı da komandir qoyun. Mən köməklik demirsiniz, mən köməklik edəcəm və hərbiçiləri, yəni döyüşçüləri yığacam ki, Ömər dağını götürmək. Ondan sonra da siz nə əmr etsəniz, o əmrə tabi olan adamlardır. Çalışın öz adamlar, siz kimə inanırsınız, onu da komandir qoyun. O vaxt Eldar Əliyevi 709-a komandir briqada Dadaş Rızayevin özü təyin etdi. Mən həmişə açıq danışmağı xoşlayıram. Həmişə də mənə tənqid edirlər ki, sən özün müstəntiq kimi aparırsan. Amma bu hadisələr elədir ki, məcburan burada müstəntiqin fikirləşdiyi sualları, prokurorun fikirləşdiyi sualları sizdən sormalıyıq. Yəni, belə bir fikir var ki, o vaxtki iqtidarla münasibətlərinizin kəskinləşdiyi dövründə Kəlbəcərin təhvil verilməsində sizin rolunuz olub ki, ümumiyyətlə elçi və iqtidar təmiz gözdən düşsün. Belə də oldu.
Deyirlər ki, orada iştirak edib kursuna rəhbərlik edilənlərdən Sürət Hüseynov da, Dadaş Rzayev də, o biri də, yəqin ki, bunların hamısının bundan xəbəri var. Deyirlər ki, həmin vaxtı biz aprelin hardasa birində gördük ki, üstünə Sürət Hüseynov yazılan maşınlar, biz üzü bəri qaçırdıq, Murovdadan aşıb gəldik Gəncə tərəf, amma onlar maşınlar gedirdi üzü Kəlbəcərə. Yəqin ki, oradakı əmlakı daşımağa gedirdi. O vaxtı mən sözümün əvvəlində də demişdim ki, 9 fevralda mən kənarlaşmışdım. Kəlbəcər ayının neçəsində Kəlbəcərə hücum edilib, onu götürsünlər, baxsınlar. Mənim heç bir vəzifə daşımırdım. Mən özüm mühasirədə ola mən Kəlbəcərə necə kömək etməliydim, mən bilmirəm. Deyirəm ki, o hərbi hissə 709-cu hərbi hissə mən bilən aprel ayının 13-ündədim deyəsən. Aprelin 13-ündə əmri verilib işdə var. Ancaq onlar gediblər Ömər dağını götürməyə. Gedib və Ömər dağını da 3 günə götürmüşdülər. Mən sözümün əvvəlində də demişdim, 9 fevralda mən kənarlaşmış adam idim. Mən özümü qoruyurdum, mən heç kimi qoruya da bilməzdim. Nə rayon verə bilərdim, nə rayon ala bilərdim. Mənim nə elə bir ixtiyarım yox idi, nə elə bir səlahiyyətim yox idi, nə elə bir vəzifəm yox idi. Mən elə ifadədə gördüm, Dadaş Rzayev o barədə yazıb ki, Sürət Hüseynovla İskəndər Həmidovun arasında olan münaqişənin nəticəsi olmuşdu. Dadaş Rzayev, Sürət Hüseynovla İskəndər Həmidovun arasında olan münaqişənin səbəbi olmamışdı. O sənin tədbir görməməyin nəticəsində Kəlbəcər getmişdi. Və sənin rəhbərlərinin Kəlbəcərə baxımsız vəziyyətdə Kəlbəcəri turlamaqlarının nəticəsi idi ki, Kəlbəcər getdi. Ondan sonra da ki, yenə Ömər dağı götürüləndən sonra 709-un ləğv edilməsi barəsində xüsusi tapşırıqları olub. Allah keçənlərinizə rəhmət eləsin, atam rəhmətə getmişdi, mən yasda idim və mən hərbi hissəyə ayağımı da basmamışdım. Və özləri də yaxşı bilirdilər ki, 709-cu hərbi hissə yaranandan sonra mən hərbi hissəyə getməmişəm. Təşkil olunmasında rəhbərlik etmişəm, ondan sonra mən o hərbi hissəyə ayağımı da basmamışam. Mən evdə oturub yasımı yola verirdim. İyun ayının 3-ü idi, düz indi hardasa çıxış edirlər ki, 709-cu hərbi hissə əmrə tabe olmurdu. 709-cu hərbi hissə əmrə tabe olurdu və əmri yerinə yetirib Ömər dağını götürmüşdü. Ondan sonra da ki, Ömər dağından Gülüstan istiqamətinə kimi müdafiə mövqelərində durmuşdular. Yəni, texnikası, bütün döyüşçüləri orada idi. Şəhərdə olanları da, hərbi hissədə olanları da Gəncədə yerləşirdilər. Haradasa bir 700-800 nəfərə yaxın idi. O vaxtı o hərbi 709-cu hərbi hissənin ştatına görə 4500-ə yaxın əskər və zabit olmalı idi orada. O vaxt əmr verildi ki, indi deyirlər ki, əmri yerinə yetirməyib, Seyfəli poligonuna getməyib və mən iş materiallarından istinad edib deyirəm ki, Dadaş Rzayev ifadə verib ki, güya əmr verib ki, həmən hərbi hissə getsin Seyfəli poligonuna, orada dislokasiya olunsun, Gəncədən çıxsın, bəli, Dadaş Rzayev. Onlar sizin əmrinizi yerinə yetirdilər və onlar Seyfəli poligonunda olmuşdular. Orada da ayın 4-ü səhərə kimi orada olmuşdular. Demək olar ki, 4-ünə keçən gecəyə kimi orada olmuşdular. 3-ü günü Bakıdan, Ağdamdan 16 dənə topu, yəni qrad maşınlarla bir yerdə 8 qrad, 8 detritçdir və ona lazım olan sursatını, oradan lazımı qüvvələri 4-cü günü səhər-səhər Ağdama hücum olunub ermənilər tərəfindən. Siz nəyə görə ayın 3-ündə oradan texnikanı çıxardıbsınız? Siz əgər bilmirdiniz ki, ön xəttdə olan əskərlər də, zabitlər də Ağdamın icra hakimiyyətindən tutmuş, əhalisinə kimi bilirdi ki, Ağdama hücum hazırlanır. Və həmən günü oradan o topu qırada nəyə görə çıxardırdınız? Ermənilərə yaşıl ışıq yandırırdınız ki, gəlsinlər, Ağdamı götürsünlər. Zəhmət çəkib Ağdamı qoruyaydınız. Nə vacib idi ki, ayın 4-ündə siz Gəncə istiqamətinə qoşun göndərirdiniz və o əməliyyata hazırlanmışdınız. O əməliyyata hazırlayanlar yəqin ki, Rusiya və İran kəşfiyyatına elçibəy deyilsən özün. Yəqin ki, özün onlara işləyibsən sən. Özün işləyibsən onlara. Və mən Bakıya sənin üstünə qoşun göndərməmişdim çevriliş etməyə.
sən mənim üstümə qoşun göndərmişdin və mən o vaxt evimdə idim, yasımı yola verirdim. Atam rəhmətə getmişdi. O vaxt Elçi bəyin yaxın adamı da həmən üzün yerinə gəlmişdi, atamın üzün yerinə. Orada o mənə dedi ki, bunların fikri qətidir və sabahları bunları hərbi hissəyə hücum edəcəklər. Mən ondan çox xahiş etdim və artıq dərəcədə belə xahiş etdim ki, bu müsəlmançılığa yaraşmayan bir hərəkətdir. Mən yasda olan adamam da, yaslı adamam. Qoyun atamın qırxını yola verim, sağlıq olsun. Ondan sonra nə cür deyirsiniz, elə söhbət eləyək. İstəyirsiniz, görüşək, söhbət eləyək. Nə cür desəniz, mən hazıram bütün bu söhbətləri həll etməkdən ötürü hazır olan adamam. Yəni, lazım deyil belə hərəkət etmək. Bu, müsəlmançılığa xas olmayan bir hərəkətdir. Yas gedən bir evə siz hücuma keçəsiniz, ya yaslı adamı üstünə qoşun yeridəsiniz. Nəysə, mən bu sözlərimi dedim və həmən axşamı 9-u 3-ü ayın 3-ündə saat 9 idi. Mənə dedilər ki, bəs Seyfəli poligonunu, təlim mərkəzini deyək, müasirəyə alıblar, toplarla, texnikayla, canlı qüvvə yerləşdirilib Leylinkənddə, texnika, canlı qüvvə və topları da Seyfəli təlim mərkəzinin yanından magistral keçir, həmən magistralda post var, həmin postun qırağına demək düşdüyüblər, həmən topları da Seyfəli istiqamətinə. Mən düzü çox fikirləşdim və bildim ki, onların məqsədi Seyfəli təlim mərkəzində olan əskərləri öldürməkdir, tərki silah da yox, onlar istəyirlər, ora hücum etsinlər, texnikanın topla istər-istəməz o tərəfdə silahlı, bu tərəfdə silahlı, hücuma keçsənsə də, danışıq yolla olmuyorsa da, əgər bu danışıq yoluna siz heç bir söz demədən hücum edirsinizsə də, danışıq getmirsə də bu işdə, demək burada qan tökülməlidir. Siz axı onu bilə-bilə həmən təlim mərkəzini müasirəyə alıb və səhəri tezdən onlar istəyirlər həmən təlim mərkəzi Seyfəliyə hücuma keçsinlər. O vaxtı mən göstəriş verdim ki, 3-ü 4-ünə keçən gecə saat 1-ə 15 dəqiqə işləmiş, orada olan 700-800 nəfərə kimi əskərlər hamısı gizlin yollarla şəhərə, hərbi hissəyə daxil olsunlar. Seyfəli tərk eləsinlər ki, o xalqın gözünün qabağında olsun ki, kimlər güllə atıb, kimlər birinci bu qan töküb, kim o əməliyyata birinci, yəni kim əməliyyata başlayıb, kim birinci atəş açıb, xalqın gözünün qabağında olmağı yaxşı idi, çünki başqa cür ayrı bir yolu da yox idi. O vaxtı Seyfəlidən saat 1-də orada olan hərbi hissənin əskər və zabitləri 709-luğun hərbi hissəsi yerləşən, yəni şəhərciyi yerləşən yerə saat 4-ünə keçən gecə saat 1-də həmən hərbi hissədə olmuşlar. Və səhəri tezdən heç bir xəbərdarlıq olmadan, heç bir əmr verilmədən, həmi Seyfəliyə, həmi Gəncə 709-cu hərbi hissəyə hücum edilmişdi tanklarla. Yəqin ki, o vaxtı video yazıları da var, xalq da baxıb, görüb. O vaxt onlar hücuma keçib, hasarı da uçurtmuşdular və 709-un hərbiçiləri tərəfindən onlara heç bir atəş cavabı verilməmişdi. Texnika, qranatometli duran əskərləri görüb geri çəkilmişdilər və saat 9-da mən evdə idim səhərsi, mənim heç xəbərim yox idi. Mən yuxudan uyandım, mənə dedilər ki, bəs səhər tezləndən həm Seyfəliyə, həm 709-cu hərbi hissəyə hücum edilib. Yaralanan var, ölən var, belə mənə bir məlumatlar çatdı. Mən o vaxtı həmən hərbi hissəyə gedib öz gözümlə baxmaq istəyirdim ki, orada nə baş verib. Çıxanda gördüm ki, mən yaşadığım
ev mühasirəyə alınıb və mən orada olan əsgərlərin birini çağırdım ki, gəlin görüm nə ilə əlaqədardır, siz evi mühasirəyə alıbsınız. Mənə dedilər ki, bu əmrdir, biz sizi harada görsək güllələməliyik ya həbs etməliyik. Mənə deyəndən sonra mən də başqa istiqamətdən evdən çıxdım, getdim, hərbi hissəyə daxil oldum. Mən orada daxil olanda gördüm ki, hərbi hissəni güllə borana tutublar. Mən hərbi hissədə ola-ola əmr gəldi. Demək, saat 6-da hücuma keçiblər, saat 9-da əmri gətiriblər. Hərbi hissənin buraxılması haqqında olan əmri. Nazir idinizsə də, ya Respublikanın rəhbərləri idinizsə də, heç olmasa o hərbi qanun qaydaya bir baxıydınız, o məsələlərə dair olan bir göstərişləri, kitabları oxuyaydınız ki, hər hansısa hərbi hissəni buraxmaqdan ötürü 11 gün qabaq, 12 gün qabaq əmr həmin hərbi hissəyə çatdırılır. Əgər o müddətdə hərbi hissə silahlarını və siz orada göstərdiyiniz kimi təhvil təslimi başa çatdırmasaydı, siz ora güc tətbiq eləməyə haqqınız var idi. Ancaq hücuma keçib, hücum alınmayandan sonra əmri gətirib ki, qanunlaşdırasınız ki, sizin ora etdiyiniz hücumlar hamısı qanuni olur. Siz çox yanlısınız, siz özünüz böyük səhv edəyibsiniz. Orada tökülən qanunlar da sizin əyağınıza yazılıb. Sizin əyağınızdadır. Sonra da şimdi oraya getmişəm ki, vəziyyətlə əlaqədar öyrənəm, görəm burada. Çünki o vaxtı həmən hərbi hissəni, yəni hərbi hissədə olan komandirlər, zabitlər tərəfindən müraciət qəbul edilmişdi və məni özlərinə vəkil təyin etmişdilər ki, onların hüquqlarını mən qoruyam və mən ona görə də bir millət vəkili kimi getmişdim ki, baxam görəm həmən hərbi hissədə nə baş verib və günah kimdədir, kim oraya ateş açıb, kim ölüb, kim yaralanıb. Və mən o vaxtı orada olarkən saat 10-a 15 dəqiqə işləmiş həmən hərbi hissəyə daxil olmuşam. Onun yarısında İsa Sadıqov əmri gətirib. Hərbi hissənin buraxılması barəsində verilmiş əmri. Mən açıq deyirəm, bütün hüquq mühafizə orqanları da, yəni o istintaqa aparan müstəntiqlər də eşidirlər ki, mən açıq deyirəm, ona mən bir şapalaq vurmuşam, yaxşı eləmişəm, düz eləmişəm. Nəcür olur ki, onlar hasarı uçurda bilirlər, texnikanın hücuma keçə bilirlər, əskərləri yaralaya bilirlər, öldürə bilirlər, onlara bir şapalaq vurmaq günah idi ki, siz qanunsuz hərəkət etmişdiniz. Və qanunsuz hərəkət edib orada qardaş qanunu tökən də siz olmuşdunuz, Elçi bəy də başda olmaqla. Bəli, mən onu həbs etdim, dedim bunu saxlayın, sağlıq olsun, baxaq görək bu nə məsələdir. Çünki o vaxtı mən Seyfəlidə 24 nəfər adam xalatqaları və orada yorğan döşəyi qorumaq üçün adam saxlamışdım ki, səhər onlar gələndə heç olmasa boş deməsinlər ki, buraları boşdur, yiyəsiz. Dedim, oturun orada, yəli eləyin. Gələn olanda da bir hörmətlə, ehtiramla onları qarşılayın. Silah taxsalar sizə gizlənin orada bir yerə ki, sizə güllə dəyməsin. Gəlib, bəli, ora hücum ediblər, ateş aça-aça. Hücuma keçiblər, oradan 24 nəfər tutub aparıblar, içində də bir podpolkovnik olub, ağsaqqal 65 yaşında, təpiyin altına salıblar, pis günə salmışdılar, tozda. Və onu da buraxmışdılar, demişlər, bu ağsaqqaldır, döymüşük, o heç olmasa bunu buraxaq, o biriləri də davam eləyərək, yəni bunu buraxanda bunun özü mənə gəldi, danışdı ki, məni buraxdılar, ancaq onları hələ döyürdülər, təpiyin altına salmışdılar. Və o da gəlib mənə bu sözü demişdi ki, siz də həmən İsa Sadıqov, həmən korpus komandiri idiniz o istiqamətdə. Siz onları döydürmüşdünüz, siz onlara təpik yumruq vurmuşdunuz, mən də sizə bir şapalaq vurdum. Və ondan sonra da ki, o vaxtı başladılar hərbi hissəni güllə borana tutmağa. Mən də oradaydım, hərbi hissədəydim. Minamyotlarla, tanklarla, avtomatlarla başladılar həmən hərbi hissəni güllə borana tutmağa. Saat 11-12-yə işləmiş olardı. Mənim bir o vaxtı da yanımda könüllü komandir batalyon olmuşdu. Mehman Əhbarov, Ələhbarov olub. Özü də Xalq Cəbhəsinin Gəncə şöbəsinin
rəhbəri olub. O vaxtı 709-cu hərbi hissə tərəfdən öz maykasını, köynəyini çıxardıb, ağ köynəyini ağaca bağlayıb, ağ köynəyi çıxardıb. 130-cu hərbi hissədə də siz yerləşmişdiniz, yəni siz göndərdiyiniz qüvvələr yerləşmişdi. O ağ bayrağı çıxardıb və qışqıra-qışqıra oradan sizin istiqamətə də gedirdi ki, yəni qardaş qardaşa güllə atmamalıdır, qan tökməyin, qardaş qanı tökməyin. Bu sözləri deyə siz onu snayperlə vurduğunuz yerində deyəsiniz. Deyin görüm, indi günah kimdə idi? Məndə idi, yoxsa sizdə idi? Ya o 709-da idi, ya onların üstünə göndərilən hökumət qoşunları mı deyək, nə mi deyək, onlarda idi mi? Bəli, ondan sonra da siz həmən hərbi hissəni güllə borana tutmağı davam elətdirdiniz. 2 nəfəri orada güllələnmişdiniz, ağ bayraq əlində olanı, bir də onun yanındakını. Ondan sonra da necə oldu, mən sizə deyim, bunu Gəncə cəmaatı da bilir. Bilirlər ki, hadisə orada necə olub. Sonra da Gəncəlilər axışdılar, hamısı hərbi hissəyə köməyə gəldilər. Eşidiblər ki, daha oranı dağıdısınız. Oradakı o kazarmalar göz qabağında idi. Prezident Heydər Əliyev də orada olanda yəqin ki, özü də o yəqin indi o lentləri verirsiniz, o kazarmalarda özü gedir, öz gözündən də baxmışdı onlara ki, o biri hərbi hissədən bu hərbi hissənin kazarmaları dağıdılıb, yandırılmışdı. Və şəhər cəmaatı gəlib 709-cu hərbi hissəyə girəndə mən xahiş elədim, dedim ki, bura girməyin. Bura güllə borana tutulur da. Gedin o biri hərbi hissəyə. Mən bu əmri vermişəm. Onlar da girdilər o biri hərbi hissəyə. Və mən də əmr verdim ki, bu tərəfdən saxlayın onları, bir dəvət edək, qonaq gəlsinlər, görək, nə idi? Xeyr idimi ki, buranı güllələyirdilər. Bəli, o əsgərlər də orada 100-1200 nəfərə kimi adam var idi. Dedim, silahlıqlar sizə yaraşmır, bu silahları verin, mən burada saxlayayım. Kimə yaraşır, o bu silahları gəzdirsin, sizə yaraşmır da bu. Öz qardaşınıza güllə atsınız, düşman qalıb orada. Əl-ələ verib düşmanın qabağına çıxmaqdan düşman qapını deyil, qardaş qardaşdan səhv axtarır, ya qardaş qardaşa güllə atmaq bu nə qədər doğru düzgündür. Fakt da belə olur. Ondan sonra da ki, şəhərdə də ki, bilirsiniz ki, şəhərin ətrafında da onlar səngər qazmışdılar. Şəhər mühasirədə idi. Bunun davamı olaraq dedim, bunlar silahı bilmirlər, düşmana atsınlar, yoxsa öz qardaşlarına atsınlar. Ancaq öz qardaşlarına tuşladıqları üçün əmr verdim ki, gedin onların əlindən o silahları alın, eləyin, qan tökülməz. Kilmişcə sözlə də danışıq yolunla. Silahları əllərindən aldım, özlərini də gətirdim, saldım bir yerə, dedim bunlara mən iclas edəcəm. Sözümü çatdıracağım ki, başa salacağım ki, ay ola, siz nəyə gəlmişdiniz? Ağdam əldən gedib, Ağdamı neçə dənə kəndi gedib, strateji yüksəklikləri erməni işğalçıları tərəfindən zəbt edilib, işğal edilib. Siz burada nəyə gəlmişdiniz bura? Gedeydiniz Ağdama. Prosto onlara ümumiyyətcə də belə sadə desək, onları mən başa salmaq istəyirdim ki, siz düzgün istiqamətdə, düzgün istiqamət götürmüyorsunuz, ya düzgün istiqamətləndirməyiblər sizi. Onunla əlaqədar onlara bir-iki kəlmə söz dedim və dedim ki, hələlik mən sizi bu hərbi hissədən bıraxmayacağım, ona görə ki, ola bilsin içinizdə bəziləri olsun ki, gedər yenə də silah götürər, təzəldən gələrlər, öz qardaşlarına güllə atarlar. Dedim, durun burada, birazdan sonra mən sizi evinizə bıraxacağım, icazə verəcəm, gedərsiniz evinizə. Ancaq sizin o rəhbərlərinizlə mənim sözüm, söhbətim var, onunla əlaqədar da şəhərdə olan İxtiyar Şirinov olub, ondan sonra bəzi nazir müavinləri olmuşdu. Onları da mən xahiş elədim ki, buyursunlar, həmən hərbisi öz gözlərinə baxsınlar ki, hərbisi dağıdılır. Və onlara necə lazımdır, öz qonaqpərvərliyimi göstərdim, kebabını, yeməyini, içməyini verdim ki, yəni susuz qalmasınlar. Amma məni tutsaydılar, onlar bəlkə də mənə yemək də verməzdilər. Mən onlara kebab da çəkdirib gətizdirmişəm, yəqin ki, eşidirlər. Demişəm, qoyun yesinlər, tox dursunlar. Tutardı ki, belə də olub. Ayın 4-də səhər tezdən deməli, onlar silahları təhvil verdilər.
belə deyək də, sizə hücum edən qüvvələr Bəli. və təşkillat olundular. Bəli. Bəs aeroportda qırğın salmaq nədir, gərək idi? Axı ondan sonra aeroportda qırğın düşdü. Ondan sonra, bəli, ondan 1-2 gün sonra mən o vaxt İxtiyar Şirinovdan savayı dedim ki, nazir müavinləri də var idi. Daxili İşlər Nazirinin müavini Müxalif Mamedov. Onun qaynatası 400 nəfərlə Gəncə aeroportuna gəlmişdi və oradan mənə məktub göndərmişdi ki, mənim kürəkənimi gəlmişəm kürəkənimi aparmağa və əgər onu buraxmasanız mən Gəncəyə hücum edəcəm və qan tökəcəm. Mən də düzü kürəkənini də çağırdım, dedim qaynatanı başa sal. Mən səni buraxası deyəm. Siz burada qan tökürsünüz, bu qədər adam həlak olur, bu qədər adam yaralanır. Siz buna cavab verməlisiniz bu hərəkətlərə. Qaynatana bir növbəti bir dənə desən məktub yaz, başa sal ki, o çıxsın, geçsin də, lazımdır qan tökmək. O da qaynatasına məktub yazdı, qaynatası dedi ki, yox, mən getməyəcəm, mən söz vermişəm, kürəkənimi aparmalıyım. Kürəkənini aparmalıdır. Mən də düzü o vaxtı Gəncə aeroport tərəfdən gələn yolda post qurdurmuşdum. Demişdim ki, gəlib eləsələr, belə də atəş açmayın siz. Əgər atəş açsalar, atəş cavabı olaraq atəş açmağa mən icazə vermişdim. Ancaq demişdim ki, siz birinci güllə atmayın. Belə də olmuşdu. O vaxtı onlar Gəncə istiqamətinə irəliləmişdilər və mən göstəriş vermişdim ki, bir-iki dənə qırat mərmisi atsınlar qırağa ki, görək onun səsindən onlar dayanıb orada dura biləcəklər, yoxsa gedəcəklər. O 2 dənə qıradın orada düşməyinlə onlar Gürcüstanda bənd almışdılar. Mən bunu deyə bilərəm. Orada həmən aeroportda həmən hadisə baş vermişdi, necə olmuşdu onu da mən sizə dedim. Və bütün bu hadisələrdən sonra düzdür, ola bilsin deyirlər ki, Bakı istiqamətində nəyə görə lazım idi mi? Sualı da siz verəcəksiniz yəqin ki. Lazım idi mi ki, Bakı istiqamətində qoşunların göndərilməsi? Xeyr, lazım deyil. Ancaq nəyə görə mən o qoşunları göndərmişdim Bakı istiqamətində? Xahiş edirəm, onu məni dinləyəsiniz və ola bilsin, mən düzgün hərəkət eləməyimi siz özünüz də görəcəksiniz ki, mən düzgün iş görmüşəm. O vaxtı Fəhmin Hacıyev Elçi bəyin başçılığı ilə müşavirədə çıxış etmişdi ki, komandanlığı ona tapşırsınlar, samolyotları qaldırıb Gəncəni bombalayacaq. Və mən də oturdum, fikirləşdim ki, dedim, ola bilsin ki, bunlar bu işi görə bilərlər, çünki gəlib orada bu qədər qan töküblər. İndi də samolyot nədir? Lazım olsa pek də qaldırarlar ki, Gəncəni yerlə yeksan edəsinlər. Onunla əlaqədar mən əmr verdim ki, biz çıxmalıyıq düzəngaha. Mən də xəritəyə baxdım, xəritədə ən yaxşı yer Hacıqabul Navayı arasında qoyunlar otlayan yer idi, düzəngah idi. Dağlıq yer idi. Və mən qoşunu göndərdim, dedim ki, bilsinlər ki, qoşunu da bombalasalar, oranı bombalasınlar. Dinc əhalinin nə günahı var? Gəncədə yaşayanların nə günahı var ki, sən samolyotu qaldırıb oranı bombalamaq istəyirdin? Mən də göndərdim, gəldilər Hacıqabulda dayandılar. Ayın olardı 14-ü, belə 15 olardı. Siz də ki, qoşun toplayıb Gəncə istiqamətində gəlmək istəyirdiniz. Yenə sizə 2 dənə mərmi dedim atın. 2 dənə mərmi atdılar sizə. Ancaq siz orada olan əskərlərin, mən biləni 2 nəfərini orada güllə vurub öldürmüşdülər. Dedim, 2 dənə mərmi qırada atın, yanlarına qırağa qoy düşsün. Qoy görək onlar orada duracaqlarmı? Özü də Elçi bəyin deyəsən yaxın adamları idi, xalq cəbhəsinin fəalları olub. O vaxtı gəlmişdilər, 2 dənə mərmi düşəndə onların biri də orada qalmamışdı. Bilmirəm, harada bənd almışdılar da, ondan xəbərim yoxdur. Mən Bakıya nə texnika yeritmişəm, nə silahlı adam göndərmişəm.
Bakıdan vəzifəni qoyub getməkdə də sənin özün gedibsən. Özün qaçıbsan, mən səni qaçırtmamışam ki. Ya prezident aparatına mən hücum etmişdim. Mən prezident aparatına hücum etməmişdim, Bakıya da hücum etməmişdim. Bakıya bir dənə mənim texnikam girməmişdim. Və elə də əmri mən verməmişdim. Heç verəsi də döyüldüm. Qaçmaq da sənin özün qaçıbsan, mən nə etməliydim ki? 4 iyun hadisələri çox qan qaraldan mən deyərdim ki, əhalimiz tərəfindən pislənən və ümumiyyətlə elə bir zümrə, elə bir qrup yox idi ki, lənətlənməsin bu hadisə, belə bir hadisə idi. Çünki qardaş qan axıdılmışdı. Yəni, vətənimizin, torpağımızın darda olduğu, işğal altında olduğu bir vaxtda qardaş qan tökülmüşdü. Siz 4 iyun 93-cü il hadisələrində əsasən kimləri günahkar bilirsiniz? Və siz bilən bu qardaş qanının axıdılmasından kimlərin xəbəri olub və kimlər buna rəvac verib? Mən bilən o vaxt ki, indi Milli Məclisdə o məsələyə siyasi hüquqi qiymət verdi. O vaxtı İsa Qəmbər rəhbərlik edib, Elçi bəyin yəqin ki, razılığından və Elçi bəyin razılığı da orada bilinir ki, prezidentdən icazəsi heç kim əməliyyat keçirdə bilməz və sonralar mətbuatda da mən görürəm ki, Elçi bəy yazır ki, mən belə bir tapşırıqlar verdim, əmr verdim ki, bu məsələni həll eləsinlər. Pənah Hüseynov olub, İsa Qəmbər olub, bir də o vaxt işləyən nazirlər olub. Dadaş Rızayev, sonra da Daxili İşlər Naziri, Güc Nazirləri, İsa Qəmbər, Pənah Hüseynov, bir də Elçi bəy, Əbülfəzəliyev. Siz bilən bunlar bilirdimi ki, bunun axırı qanla nəticələnə bilər, yəni qardaş qanı tökülə bilər, vətəndaş müharibəsi ola bilər. Bunlar bunu ölçüb, biçiblər, buna gediblər, yoxsa ağıllarına gəlmir, belə fikirləşiblər ki, birinci zərbədən qorxub çəkiləcəklər, nəsə təslim olacaqlar. Belə şey sonradan araşdırılmı? Çox yaxşı sualdır və mən istərdim elə sizin verilişiniz vasitəsilə həmən o adamlara çatdırım ki, olmazdımı ki, ayın 4-də siz o əməliyyatı Gəncədə yox, Ağdamda keçirdərdiniz və siz bilirdiniz ki, 4-cü gün səhər tezdən Ağdama hücum olacaq. Ayın 3-də, iyun ayının 3-də Ağdamdan texnikanı nə vacib idi ki, çıxardıb Gəncəyə göndərirdiniz, qardaş qanı tökmək üçün göndərirdiniz. Düşman Ağdama hücum edir, siz oradan texnikanı çıxardıb Gəncəyə göndərirdiniz. Mənim sualıma yaxşı sualdır. Yaxşı olar ki, bu suala onlar da cavab versinlər. 3 günü Ağdamdan texnikanı çıxardıb və Ağdamı boşaltmaq kimə lazım idi? Ermənilərə lazım idi, ya xüsusi kəşfiyyat idarələrinə başqa devlətlərin lazım idi? O suala onlar cavab verməlidir. Mən istəyərdim ki, burada İsa Qəmbərovun bir ifadəsini sizin yadınıza salım. Siz deyirsiniz ki, Bakıya qoşun çəkməcəkdim. İsa Qəmbərovdan sual verirlər ki, niyə görə istefa verdin? Qorxdum istefa verdin, niyə geri çəkildin? Yəni siz də mətbuatda baxmışsınız, izləmişsiniz. O deyir ki, yox, Sürət Hüseynov Bakıya hücum edildi. Rayonlarda gələ-gələ yerli hakimlər dəyişirdi, icra başçıları dəyişirdi. Yəni yerlərdə, bölgələrdə öz adamlarını vəzifəyə qoydu və artıq Yevlaxda da bu proses baş verəndə mən anladım ki, artıq biz uduzmuşuq. Yəni biz hərbi nöqteyi nəzərdən onun qabağında duruş gətirə bilməyəcək, ona görə istefa verildi. Yəqin bunu oxumusunuz. Siz yerlərdə doğrudan mı hakimləri dəyişirdiniz? Onlar buna qiyam adı verirlər. Yəqin mətbuata baxırsınız. Yerlərdə icra hakimləri dəyişilmir, icra hakimləri öz iş yer otaqlarını qoyub özləri çıxıb getmişlər, rayon boş idi, onunla əlaqədar da yerli, yəni rayon soveti, şəhər soveti yığılışırdı, icra hakimiyyəti seçki üsulu ilə seçir. Kimləri təklif ediblər, özləri təklif edib, özləri də seçiblər. Yəni rayon aktivi seçib onu. Heç kim orada zorla çıxardıb yerinə başqa adam qoyulmuyor və elə bir tapşırıq mən verməmişdim. Bu bir. İkinci də İsa Qəmbərin yəqin ki, getməyini bilirsiniz. Mənə o vaxtda aydın oldu ki, İsa Qəmbər həmən əməliyyata rəhbərlik etmişdi və mən bir məsələni Elçi bəyin qarşısında qoydum ki, məsələ Gəncədə qan tökülməyinə kimlə rəhbərlik edibsə də onlar istefa vermir.
Və orada başdan da birinci Səqambər gedirdi. Ona görə də Səqambər istefasını verdi. Getdi. 4 iyun məsələsinə Milli Məclis tərəfindən də baxıldı, hüquqi siyasi qiymət verildi. Və mən həbs ediləndən sonra həmən 4 iyun hadisələrində mən günahlandırılıram və indiyənə kimi onlar günahkar idi axı. Nəyə görə indi mən günahkar oldum? Və həbs edilmişəm, həmən maddə də mənə verilib, yəni o iyun işi ilə əlaqədar mənə maddələr verilir. Və mən belə hesab edirəm, prokurorluq bu suala cavab verməlidir. İsa Qəmbər həmən əməliyyata başçılıq etmişdi. Elçi bəyin tapşırığı ilə və güc nazirləri. Bugünkü gündə hamısı açıqda, mən də qazanmaqda. Bilmirəm bu necə olur. O vaxt mən yəni televiziyçisi olduğuma görə bu sual verirəm. Sizə edilən ittihamlardan biri də buydu ki, Suriyyət Hüseynov özünə bir teleširkət açıb orada. Yəni ürəyi istədiyi təbliğat aparır dövlət əleyhinə, Azərbaycan birliyi əleyhinə və heç kəsə tabi olmur. Yəni öyle bir teleširkət Gəncədə açmağa ehtiyacı vardı mı? Sonra belə bir söhbət gəldi ki, o bölgədən olan adamlar sizə öz məhəbbətini mi deyim, ehtiramını mı deyim, gəlib o televiziyada bildirməsələr, siz onları cəzalandırırdınız. O, mən bilən düşman söz söhbətidir, indi kimsə çıxardır, turlayıb o söhbətləri ortaya hallandırırlar elə işləri. Mən elə bir teleširkət açdırmamışam və heç kim də məcburən gəlib orada mənə tərif deməyib. Yəni, ümumiyyətcə heç o işə fikir də vermirdim. Sizin milli qəhrəman adına layiq görməyiniz barədə çox söz-söhbət var. Mən bütün şayələri, bütün yazılan materialları, ümumiyyətlə xalq arasında o ya digər şəkildə hallanan mövzuları toxunmuram. Sadəcə bir məqama sizin diqqətinizi çəkirəm ki, köhnə iqtidardan çox səlahiyyətli bir adam, indi mən onun adını efirdə çəkmək istəmirəm. Onun söylədiyinə görə sizə milli qəhrəman adı verilməyi belə olub. Rəhim Qaziyev girib Elçi bəyin otağına, silah çəkib onun üstünə ki, mütləq bu fərmanı verməlisən. Yəni deyirlər, milli qəhrəman adının verilməyində ayrı-ayrı o vaxtlar deməli, ya baş nazirin, ya deməli, dövlət katibinin dərkənarı olmalıydı. Bunların heç biri olmayıb, sadəcə olaraq Elçi bəy canının qorxusundan belə bir fərman imzalandı. Mən onun marağında da olmamışdım. O vaxtda mən 120-ci polqun komandiri idim və həmin polq çıldırana kimi Şamiyan, Ağdərə çıldırana kimi, yəni Xaçınçay istiqamətinə kimi getmişdilər və onların orada əziyyəti də olmuşdu, mənim də əziyyətim olmuşdu, hamının əziyyəti olmuşdu. İndi əziyyətə görə qiymət o vaxtı verilmədi, düzgün verilməmişdi, sonra o fərman verilmişdi. Fərman da verilmişdi, mən onu eşitməmişəm, bilmirəm ki, Rəhim Qaziyevlə ümumiyyətcə mənim elə bir münasibətim olmayıb. Sonra məsələn ola bilsin ki, indi gəlib gedib mənim yanıma, yəni mən müasirədə olanda. Ondan qabaq elə bir münasibətimiz olmuyor. Bayaq siz dediniz ki, Əbülfəz Elçi bəyə ən böyük iradlarınızdan biri budur ki, o sizi İran və Rusiya kəşfiyyatından əlaqədə günahlandırır ki, siz o kəşfiyyatın adamı olmuşsunuz, Rusiyapərəst olmuşsunuz. Əgər Rusiyapərəst olmamışsınızsa, Rusiyanın adamı olmamışsa, niyə Rusiya qaçırdınız? Öyle başqa ölkəyə gedərdiniz. Türkiyə vardı, Ərəb ölkələri vardı, elə bizim qardaş Orta Asiya ölkələri vardı, elə mütləq Moskvaya gedirdiniz. Belə idi ki, mən sizə deyim ki, mən birinci qaçmamışam, buradan getdim. İşdən, yəni tutduğum vəzifədən kənarlaşmış adam idim, mən sərbəst adam idim, istəyərdim, hara istəyərdim gedə bilərdim. Onu siz yaxşı deyirsiniz ki, mən niyə Rusiyaya gedirdim? Mən getməyə başqa yerim də yox idi getməyə. Çünki yol Rusiyadan keçirdi, istər-istəməz. Mən Rusiyaya getdim ki, burada qohum-əqrəbə hamı ətrafıma toplamaq istəyirdim ki, heç olmasa bir orada fikirləşəm, görəm, hara getmək olar. Mənim də xarici banklarda şotum olmayıb, pulum olmayıb. Ona görə xarici banklarda hesabım olmadığı üçün, pulum olmadığı üçün mən düzdür, Rusiyadan çıxacaqdım, ancaq bir gün sabah elə oldu ki, çıxa bilmədim. Mən Rusiyaya getdim, şimdi orada ümumiyyətcə 1 milyona yaxın Azərbaycanlı yaşayır, qohumları var, tanışlar var ki, onlar haradasa bir köməklik edərlər, buradan gedən adamlar haradasa bir 100-200-ə yaxın adam var idi, onların yerləşdirmək məsələsi var idi.
Xaricə düzdür, mən gedə bilərdim, ancaq mənim imkanım yox idi xaricə getməyə. Xaricə getməyi çox istəyirdim, ancaq imkanım yox idi getməyə. Ona görə də elə üstün tutdum ki, orada Rusiyada gizlənim, onsuz da dedim, Rusiyada baş ayağı bilinmir, məni heç vaxt tapa bilməzlər orada. Ancaq 2 ildən sonra, haradasa bir 2 il yarımdan sonra məni tutdular. Sizin o Rusiyada gizli yaşadığınız bir şəraitdə sizi dövlət gizlədirdi, yoxsa özünüz gizlənə bilirdiniz? Mən dövlət nə cür gizlədə bilərdi ki, mən Rusiyanın burada bazaların hamısını zəbt eləmiş adam olmuşam. Mənə heç cür Rus dövləti məni gizlədə bilməzdi. Onlar məni istəyərdilər ki, tutub tez versinlər ki, həm Azərbaycan rəhbərliyin yanında hörmətləri olsun, həm də indi başqa işlərini həyata keçirmək üçün o da onlar üçün bir yaxşı bir işlərdən biri sayıla bilərdi. Ancaq mən gizlənirdim, onlardan da elə hamıdan da gizlənmişim. Bir ifadə işlətdiniz ki, xaricə getməyə imkanınız olmayıb, Rusiya yaxın olub, həm də qohum əqrəb orada çox olub, xaricdə pulunuz olmayıb filan, yəni imkansızlıqda görə gedə bilməmişsiniz. Amma yəqin özünüz də eşitmişsiniz ki, Respublikada sizə bir çoxları narkobaron deyiblər. Yəni narkobaron da həmişə pulu çox olar. Mənə narkobaron deyənlər bilmirəm, hansı faktlara istinad edib narkobaron deyirlər. Mən onu bütün hamı bilir, Allah şahadım mənim Allahdır. Allahdan da yüksəkdə heç kim durmayıb, dura da bilməz. Allah insanı yaradıb, insan da ona itaət eləməlidir. Mən heç vaxt narkobaron olmamışam, ümumiyyətcə o işlə heç vaxt məşğul olmamışam. Mənim, yenə deyirəm, yun fabrikində işləmişəm, ac olmamışam ki, gedəm hansısa elə bir pis yollara düşəm. Və mənim adıma qara yaxmaqdan ötəri birinci o sözü Ayaz Mütəllibov işlədib, mən tutulmamışam 1-2 ay qabaq. Sonra mənə eşitdim ki, elə bir məqaləsi olub ki, narkobaron güya mən olmuşam. Mən heç vaxt o işə baxmamışam. Mən heç vaxt xalqımın evlatlarını zəhərləməmişəm. Heç ümumiyyətcə o üzünü görməmişəm, o deyilən şey nədir? İndi mənim adıma Ayazın dediyi sözlərlə ola bilsin, burada da mən eşitmişəm, düzdür, televizor vasitəsilə bəzi adamlar danışırlar, düzdür, indi mənim adıma qara yaxırlar, yıxılmışam deyə mən niyə görə təpiqləyirsiniz ki? Bir fikirləşin, görün, nə danışırsınız? Bir əlinizdə elə bir faktınız varmı ki, mən kiməsə də elə bir şey satmışam ya satdırmışam? Həyatı bu elə şey olmuyor. Ola da bilməz. İnanın, yəni bizim həbsxanada söhbət eləməyimiz məni məcbur edir ki, mən sizlə çox səmimi danışam və bir çox sualları uduram demirəm. Çünki ona görə ki, siz bir ifadə işlədirsiniz ki, yıxılan ağacı baltalayarlar. Sonra nə siz, nə tamaşaçılar belə başa düşməsinlər ki, sizin bu vəziyyətinizdən istifadə edib mən bu sualları vermək istəyirəm. Dünyamızın belə bir narahat vaxtında, vətənimizin belə bir dar günündə, yəni torpaqla, işğalla, vətənlə bağlı belə bir ağır ittihamları daşımaq mənə belə gəlir ki, çox ağırdır. Bax, siz belə bir ağır ittihamların altındasınız. İttiham veriblər, kişinin başını şişələrdə. İndi mən bilmirəm, bu nə məqsədlə o ittihamlar mənə qarşı irəli sürülür. Sağlıq olsun, məhkəmə bu işə baxacaq. Mən ümid edirəm ki, məhkəmə haqq ədalətlə bu işə yaxınlaşacaq və baxacaq.